Səimunun cəmi olar səimunə. Beləliklə əl-muslimunə saimunə fi Ramadan. Müsəlmanlar Ramazanda oruç tuturlar. Sonra əl-mumərridatu musa'idatun ət-tabibə. Xəstə təbibə, həkimə neynir? Kömək edir. İndi təsniyyədə yazaq bunu. Əl-mumərridatəni iki xəstə, musa'idətəni kömək edir, ət-tabibə, təbibə, həkimə kömək edir. Əgər bunu biz cəmə çevirsək, əl-mumərridatunun cəmi olar əl-mumərridatun, əl-mumərridatu, musa'idətun cəmdə olur nə? Ət-tabibə. Demək, xəstələr həkimə kömək edirlər. Əl-vəladu sağirun, oğlan kiçikdir. Təsniyyəyə çevirsək yazacağıq əl-vələdəni sağirani. Əl-vələdəni sağirani. Sonra əgər desək ki, uşaqlar kiçikdir, burada olacaq əvlədu şəklində olacaq. Əvlədu cəmdədir. Əvlədu sağirunə. Bununla da biz 4-cü tapşırıqda həll etdik. 5-ci tapşırıq. İmlə əl-firaq bivadğil isməl münasibi mimmə beynəl qavseyni kəmə fil misali təli. Demək, aşağıdakı verilmiş misalda nöqtələrin yerinə, boşluğun yerinə mörtəzə içərisində verilmiş isimlərdən birini yazın. İndi nümunə. Əl-beytəni kəbirani. Demək, burada demək, 3 dənə isimdən biri əl-kəbirani burada düz gəlir. Kəbirani düz gəlir.